Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Daş plovu adlı Norveç nağılını danışacağım. Müharibələrdə iştirak etmiş yorğun bir əsgər artıq evinə qayıdırdı. Günlərlə ac qaldı. Boğazından bircə loxma belə keçmədi. Yolda, qaya oyuqlarında, kolların altında yatarkən çox üşümüşdü. Yorğun arğın halda yolla gedəndə qarşısına bir ev çıxdı. Əsgər qapını ümidlə döydü. Qapını yaşlı bir qadın açdı. Nənəcan, acam. Yorğunam. Neçə gündür pərişanam. Mənə icazə ver, biraz evində dincimi alım. Olar oğlum, buyur, keç içəri. Amma təəssüf ki, yeməyə heç nəyim yoxdur. Olsa heç səndən əsirgəyərdim. Nənə yalan söylədi. Əslində evdə yemək bişirmək üçün ərzağı da var idi. Əsgər əlbəttə ki, vəziyyəti başa düşmüşdü. Canın sağ olsun. Mən biraz dincəlim, isinim, sonra yoluma davam edərəm. Əsgər ocağın yanında isinəndən sonra nənəyə dedi. Nənəcan, bu küncdəki duran yumruq böyüklüyündəki daş var ha. Bax, əsl plovluq bir daşdır. İcazə ver, ondan plov dəmliyim. Əlbəttə icazə verirəm, oğlum. Amma daşdan plov olarmı? Olar nənə, çox gözəl olar. Əsgər bir qazana su doldurdu. Daşı da qazanın içinə atdı. Qazanı ocağın üstünə qoydu. Vaxt keçib su qaynamağa başlayanda nənə maraqla bu işin sonunun necə bitəcəyini gözləyirdi. Su qaynayanda əsgər suyun dadına baxdı. Nənəcan, bunun duzu azdır. Nənə duz verdi. Biraz sonra əsgər yenə suyun dadına baxdı. Öz-özünə donqullandı. Kəş biraz da bulğurumuz olardı. Nənə yerindən qalxdı. Dolabda biraz olmalıydı, deyərək bir torba bulğur gətirdi. Əsgər bulğuru da qazanın içinə tökdü. Sonra ləzzətli qoxusu ətrafa yayılan yeməkdən bir qaşıq götürüb dadına baxdı. Hər şey əladır, amma biraz yağı çatmır. Mən sənə bir qaşıq yağ taparam. Nənə dedi. Plovun dadına baxmaq üçün həyəcanla gözləyirdi. Nəhayət yemək hazır oldu. Əsgər daş plovu masaya gətirdi. İçindəki daşı çıxardı. Qalanını ləzzətlə yedilər. Nənə daş plovu çox xoşladı. Heyrətlənərək bunları söylədi. Necə gözəl, necə ləzzətlidir. Doğrudan da ağıl üstündür. Bax, bu yaşa çatmışam, amma daş plovu bişirməyi bilmirdim. Əsgər isə dodağının altında gülürdü. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.